Salam hər kəsə. Baku Talks'a xoş gəlmisiniz. Yəni təsəvvür edin ki, siz yerdən 300 min kilometr uzaqlıqdasınız. Saniyədə kilometrlərlə sürətlə zülmət bir boşluğun içərisindən keçirsiniz. Aha, dəhşətli səslənir. Hə. Özdə kömək çağırmaq şansınız yoxdur. Geri dönmək üçün heç bir qısa yol, yəni ümumiyyətlə yoxdur. Və qəfildən o kiçik kosmik gəminizin tualet sistemi sıradan çıxır. İdarəetmə panelində də qırmızı bir xəbərdarlıq işığı yanıb sönməyə başlayır. Belə deyək, əsl kabus. Düzdür. Və bilin ki, bu hansısa elmi fantastik filmin ssenarisi deyil. Bugün, bəli, tarix 5 aprel 2026-cı ildir və məhz bugün bəşəriyyətin Aya qayıdışında qarşılaşdığı real mənzərədir bu. Bəli, bu dəqiqələrdə artıq... Tam olaraq. Hazırda 4 insan Artemis 2 missiyası çərçivəsində Aydan keçib getmək üzrədir. Və bugünkü dərin təhlilimizdə biz təkcə bu tarixi missiyanın pərdə arxasına baxmayacağıq, həm də bilirsiniz çox vaxt kənardan izləyici kimi təsəvvür etdiyimiz Azərbaycanın, bəli ölkəmizin bu qlobal kosmik yarışdakı rolunu müzakirə edəcəyik. Çünki bizim də bu hekayədə çox ciddi payımız var. Məsələdir. Gəlin başlayaq elə o şeydən, qırmızı xəbərdarlıq işığından. Niyə biz həmişə kosmosu belə qüsursuz, sterilləşdirilmiş bir yer kimi düşünürük, halbuki reallıqda bu daima nasazlıqlar çıxaran borular və kabellər yığınıdır? Yəni səbəbi çox sadədir. Biz 10 illiklər boyu kosmosu Hollywood filmlərinin obyektivindən izləmişik və ya artıq mükəmməlləşdirilmiş aşağı yer orbiti, yəni beynəlxalq kosmik stansiya missiyalarından. Amma hazırda o Artemis 2 heyətinin içində olduğu Orion kosmik gəmisi tamamilə fərqli bir sınaqdan keçir. Ha, o tualet problemi falan? Bəli, o tualet problemi və paneldəki xəbərdarlıq işığı əslində sistemin necə ekstremal bir təzyiq altında işlədiyini göstərir. Baxın, aprelin 2-sində onlar Translunar Injection, yəni Aya doğru yönəlmə mühərrikini işə saldılar. Aha, o məşhur manevr. Düzdür. Bu kosmik gəminin Avropa Kosmik Agentliyi tərəfindən hazırlanmış xidmət modulundakı əsas mühərriklərin təqribən 5 dəqiqə 50 saniyə ərzində dayanmadan yanması deməkdir. Yəni bu yanma o qədər kritikdir ki, o gəmiyə yerin gravitasiya quyusundan çıxıb, onu saatda minlərlə kilometr sürətlə Aya doğru necə deyərlər, atması üçün lazım olan enerjini verir. Məhz o Translunar Injection-anı məni həmişə düşündürüb. Çünki yəni bu sadəcə sükanı sağa vurmaq kimi bir şey deyil də, elə deyil. Qətiyyən. Kosmik mexanikada bu əslində dönüşü olmayan nöqtədir. Mən bunu həmişə okeanda üzməklə müqayisə edirəm, amma daha spesifik bir misal çəkim sizin üçün. Buyurun. Baxın, aşağını yer orbitindəki kosmik stansiyaya getmək, hovuzda akvalankla üzmək kimidir. Havan bitəndə ya da nəsə səhv gedəndə birbaşa yuxarı qalxıb nəfəs ala bilərsən. Yəni o stansiya bizdən cəmi 400 kilometr yuxarıdadır. Amma Aya getmək... Aya getmək tam başqa bir hekayədir. Hə, sualtı mağaralara dalmaq kimidir. O mühərrik işə düşdüsə və sən o qaranlıq, dar mağaraya girdinsə, artıq birbaşa yuxarı qalxıb xilas ola bilməzsən. Sən o mağaranın bütün döngələrini məcburən tamamlamalısan. Çox gözəl analogiyadır. Sualtı mağara müqayisəsi vəziyyəti dəqiq izah edir. Çünki kosmik fəzada dayanmaq deyə bir şey yoxdur. Sən saatda 40 min kilometr sürətlə hərəkət edərkən mühərriki söndürüb, mən fikrimi dəyişdim, geri qaydıram deyə bilməzsən. Yəni əyləc yoxdur. Mıx tərəfinə qədər dartıb aparacaq. Və yalnız o gravitasiya qüvvəsi səni geri, yerə doğru fırladıb ata bilər. Buna görə də Orion gəmisindəki hər bir kiçik sistem... O filtrlərə qədər... Bəli, o tualet borusundan tutmuş, karbon qazını təmizləyən filtrlərə qədər hər şeyi bu amansız səyahətə tab gətirməlidir. Və bu amansız səyahəti həyata keçirən 4 nəfər heç də təsadüfi seçilməyib. Mən mənbələrə baxırdım hazırlıq görəndə. Burada heyətin tərkibi sadəcə ən yaxşı pilotları bir araya yığmaqdan ibarət deyil. Tamamilə fərqli bir mesaj var orada. Hə, məsələn, komandir Reed Wiseman təcrübəli sınaq pilotudur, bu aydındır. Amma NASA-nın seçdiyi digər 3 nəfər açıq şəkildə geopolitik və sosial bir mesajdır. Pilot Victor Glover aşağı yer orbitindən kənara çıxan ilk rəngli insandır. Sonra Christina Koch var. O, kosmosa uçan qadınlar arasında ən uzun müddətli uçuş rekorduna sahibdir və indi Aya doğru gedən ilk qadındır. Və 4-cü astronavt, bəlkə də ən maraqlısı, Jeremy Hansen'dır. Bəli, Kanadalı astronavt. Bax, elə onu deyəcəkdim.
o Amerika vətəndaşı deyil. Sualım budur. Niyə NASA bu qədər riskli, yəni milyardlarla dollarlıq bir missiyada bu qədər beynəlxalq və inklusiv bir komanda ilə uçur? Bunun arxasındakı əsl məntiq nədir? Çünki NASA 1960-cı illərdəki Apollon erasından fərqli olaraq bu dəfə ayda sadəcə bayraq sancıb geri qayıtmaq istəmir. Yəni Artemis proqramının məqsədi ayda davamlı iştirakı təmin edəcək qlobal bir koalisiya yaratmaqdır. Və bu da çox bahalıdır yəqin. Həm də necə? Bu qlobal koalisiyanın idarə olunması tək bir dövlətin büdcəsi üçün çox ağırdır. Yəni sənədlərə baxsaq, bu start üçün istifadə olunan o nəhəng Space Launch System, yəni SLS raketinin təkcə bir buraxılışı təqribən 2 milyard dollara başa gəlir. Vau, bir buraxılış 2 milyard. Bəli, kriogen yanacaqlar, minlərlə dərəcə istiliyə dözümlü metallurgiya, paralel təhlükəsizlik sistemləri, yəni bunlar astronomik xərclərdir. Kanadalı Jeremy Hansen'in o gəmidə olması əslində qərb müttəfiqlərinə bir mesajdır. Siz bu missiyanı maliyyələşdirin, mühəndisliyinə dəstək verin, əvəzində sizin də adınız ulduzlarda olacaq. Yəni bu həm yumşaq gücdür, həm də cibin yükünü bölüşdürmək. Tam olaraq elədir. 2 milyard dollar. Yəni düşünün, dinləyicilərimiz də təsəvvür etsin, bir raket uçur, yanır, okeana düşür və 2 milyard dollar sadəcə buxarlanır. Bəli, bir neçə dəqiqə ərzində. İndi gəlin o qaranlıq fəzadan birbaşa yerə, Azərbaycanın reallığına enək. Kosmosun bu qədər amansız və yəni ifrat dərəcədə bahalı olduğu bir mühitdə biz haradayıq? Mən rəqəmlərə baxıram, Azərbaycanın ümumi daxili məhsulu təqribən 70-80 milyard dollar ətrafındadır. Yəni bizim belə trilyonluq büdcələrimiz yoxdur. Təbii ki, yoxdur. Bəs onda bu dərəcədə rəhimsiz bir arenada biz necə ayaqda qalırıq? Yəni bu Azərkosmos filan sadəcə olaraq bayrağımızı orbitə qaldırmaq üçün edilmiş bahalı bir prestij layihəsidir? Yoxsa bunun arxasında işləyən başqa bir mexanizmi var? Bilirsiniz, o prestij dövrü artıq çoxdan arxada qalıb. Azərbaycanın kosmos strategiyası hazırda qlobal miqyasda New Space, yəni yeni kosmos adlanan kommersiya yönümlü iqtisadi model üzərində qurulub. Yəni pul qazandırır. İl əksinə gəlir gətirən bir sənaye olmalıdır. Rəqəmlərə baxaq, 2025-ci ilin hesabatlarına görə Azərkosmos 43 fərqli ölkəyə 18,1 milyon dollar dəyərində xidmət ixrac edib. Bir dəqiqə 43 ölkəyə? Bəli, özü də bu siyahının başında 4,6 milyon dollarla Böyük Britaniya, daha sonra isə 3,5 milyon dollarla Lüksemburg gəlir. Dayanın, bunu biraz da açaq. Yəni biz İngiltərə və Lüksemburqa xidmət satırıq? Bəli, Avropanın texnologiya nəhənglərinə. Bu xidmət tam olaraq nədir? Çünki bizi dinləyənlər üçün kosmik xidmət ixracatçısıyıq demək biraz mücərrəd səslənə bilər. Biz o peyklərlə dəqiq nə edirik ki, xarici valyuta ölkəyə axır? Deməli, orbitdə bizim Azerspace 1 və Azerspace 2 adlı telekommunikasiya peyklərimiz var. Onlar aşağı yer orbitində deyil, yerdən 36 min kilometr yüksəklikdə geostasionar orbitdə yerləşirlər. Aha, o sabit qalan orbitdə. Düzdür. Bu orbitin xüsusiyyəti odur ki, peyk yerin fırlanma sürəti ilə eyni sürətdə hərəkət edir. Buna görə də daim eyni coğrafi nöqtənin, yəni bizim halımızda Avrasiya, Afrika və Yaxın Şərqin üzərində asılı vəziyyətdə qalır. Təsəvvür edin ki, kosmosda 36 min kilometr hündürlüyündə bir radio qülləsi tikmisiniz və bütün qitələrə siqnal ötürürsünüz. Çox yaxşı mənzərədir. Yəni televiziya, internet filan? Bəli, televiziya yayımı, internet xidmətləri, təhlükəsiz məlumat ötürülməsi. Məhz bu kanalları xarici şirkətlər bizdən icarəyə götürürlər. Yeri gəlmişkən, 2023-cü ildə Azərbaycan 46 dərəcə şərq uzunluğunda yerləşən o orbital mövqeyin beynəlxalq hüquqi nəzarətini tam olaraq rəsmiləşdirdi. Yəni o mövqe rəsmən bizimdir artıq. Tamamilə. Bu, kosmosda çox dəyərli bir daşınmaz əmlakdır. Dünyada cəmi 48 ölkə belə bir mülkiyyətə sahibdir. Nəticədə agentliyin ümumi gəlirinin 66%-i daxili bazardan deyil, məhz bu beynəlxalq xidmət satışından formalaşır. Aydındır. Kosmosdakı daşınmaz əmlakımız bizə gəlir gətirir. Amma bilirsiniz, burada mənim çox ciddi bir sualım var. Bəlkə də biraz tənqidi səslənəcək, amma bu mövzunu oxuyanda həmişə ağlıma gəlir. Buyurun, eşidirəm. Baxın, biz sadəcə pulunu verib xaricdən hazır pey alırıq.
Sonra onu o geostasionar nöqtəyə yerləşdirib yerdən düymələri basaraq idarə edirik. Bu o demək deyilmi ki, biz kosmik dövlət yox, sadəcə kosmik supermarketin yaxşı belə deyək, pul ödəyən müştərisiyik. Ha, anlayıram nə demək istədiyinizi. Yəni əsl kosmik güc olmaq üçün o cihazın daxilindəki naqilləri, sensorları özün yığmalısan. Biz bu asılılıqdan nə vaxt qurtulacağıq? İstehlakçıdan istehsalçıya necə çevriləcəyik? Sualınız həm tənqidi, həm də tamamilə haqlıdır. Yəni kosmik inkişafın təbii təkamülü məhz bu sualdan keçir. Siz əvvəlcə texnologiyanı istifadə etməyi öyrənməlisiniz. Və biz bu mərhələni Azerspace peykləri ilə uğurla keçdik. Lakin istehsalçı olmaq yolundakı əsas sıçrayış Azerski 2 proqramı ilə baş verir. O yeni proqramı deyirsiniz. Bəli, mənbələrdə qeyd olunan bir hadisə var, yəqin ki, rast gəlmisiniz. 2014-cü ildə buraxılmış ilk yer müşahidə peykimiz olan Azerski 2023-cü ilin əvvəlində itirildi. Səbəbi də kosmik tullantılarla toqquşma ehtimalı idi. Hə, onu xatırlayıram, xəbərlərdə çıxmışdı. Orbitdə saatda 28.000 kilometr sürətlə hərəkət edən kiçik bir boya qırıntısı belə peykə çırpılanda zindan effekti yaradır. Bu hadisə həm kosmosun nə qədər təhlükəli olduğunu, həm də strategiyamızın yenilənməsi ehtiyacını ortaya qoydu. Və bildiyim qədərilə bu krizis yeni bir qapı açdı, düzdür? Azerkosmos 2023-cü ilin oktyabrında Bakıda keçirilən o böyük beynəlxalq astronavtika konqresində İsrailin Israel Aerospace Industries, yəni IAI şirkəti ilə çox böyük 120 milyon dollarlıq bir müqavilə imzaladı. Bəli, bu çox strateji bir addım idi. Amma mən sənədlərə baxanda diqqətimi ən çox bir şey çəkdi. Orada 0.5 metrdən dəqiq ayırd etmə qabiliyyətinə malik sözlər var idi. Yəni, biraz texniki səslənir, amma bu o deməkdir ki, kosmosdan yerdəki bir avtomobilin markasını ya da bir insanın siluetini seçə bilərik, eləmi? Tam olaraq belədir. Amma təkcə bunu görmək məsələsi deyil. Bunu etmək üçün lazım olan mühəndisliyin miqyasını anlamaq lazımdır. Sən yerdən 500 kilometr yuxarıda, saniyədə 7 kilometr sürətlə hərəkət edən bir aparatdan yerdəki 50 santimetrlik obyekti xətasız lentə almalısan. Yəni bulanıqlaşma olmadan, motion blur olmadan. İqliklə işləməlidir. Lakin baxın, 120 milyon dollarlıq bu layihənin aslan payı o kameralardan çox sizin bayaq qaldırdığınız o istehlakçıdan istehsalçıya keçid məsələsinə həsr olunub. Bax, bura ən maraqlı hissədir. Çünki mənim o supermarket analogiyama qayıtsaq, biz bu müqavilə ilə sadəcə rəfdən çörək almırıq. Bizə çörək zavodunu, sobaları, hətta o məxfi resepti də verirlər elə. Yəni texnologiya transferi. Çörək zavodu analogiyanız prosesi mükəmməl izah edir. Deməli, razılaşmaya əsasən proqram çərçivəsində 2 mikropeyk hazırlanacaq. Birinci peyk İsraildə, onların obyektlərində yığılacaq. Lakin bizim Azərbaycanlı mühəndislər bu prosesdə sadəcə izləyici kimi deyil, birbaşa iştirakçı kimi yer alırlar. Bəs ikinci peyk? Əsl inqilab da elə orada baş verəcək. 2028-ci ildə buraxılması planlaşdırılan o ikinci peyk bilavasitə Azərbaycanda yığılacaq. Yeni yaradılacaq kosmik aparatların inkişaf mərkəzində, öz yerli mütəxəssislərimiz tərəfindən. Bu ki möhtəşəmdir. Bəli, bu o deməkdir ki, Azərbaycan artıq mürəkkəb elektrooptik sistemləri, o peyk platformalarını özü inteqrasiya edəcək səviyyəyə çatır. Bu isə sadəcə mühəndislik nailiyyəti deyil. Yəni, öz peykini sıfırdan yığa bilən ölkə qlobal masada tamam başqa statusda oturur. Və qlobal masa demişkən, gəlin biraz da kosmosun geosiyasətinə keçək. Təbii ki. Çünki əgər sən bir şey istehsal edirsənsə, hansı bazarda, hansı ittifaqda olduğun çox vacibdir. Hazırda dünya kosmosda faktiki olaraq 2 böyük bloka bölünüb. Bir tərəfdə ABŞ-ın rəhbərlik etdiyi Artemis sazişləri var, digər tərəfdə isə Çin və Rusiya tərəfindən idarə olunan Beynəlxalq Ay Tədqiqat Stansiyası, yəni qısaca ILRS formalaşır. Düzdür, 2 fərqli qütb. Və biz, yəni Azərbaycan, məhz həmin o 2023-cü il Bakı konqresində Çinlə əməkdaşlığı, yəni ILRS-ə qoşulduğunu elan etdi. Bununla belə eyni vaxtda Amerika şirkəti olan Voyager Space ilə də anlaşma imzaladıq. Burada bir sual yaranır məndə. Biz niyə kosmosda 2 stulda oturmağa çalışırıq? Çox maraqlı sualdır. Yəni, ayın cənub qütbündə Çin və Rusiyalı baza qurmaq planına qoşulmaq qərb tərəfdaşlarımızla risk yaratmırmı? Niyə məhz ILRS? İlk baxışdan bu doğrudan da ziddiyyətli görünə bilər, lakin bu kosmik sənayeyə yeni qədəm qoyan,
inkişaf etməkdə olan dövlətlərin çox təməl və praqmatik seçimidir. Yəni, niyə Qərb bloku yox, ILRS? Çünki ABŞ-ın idarə etdiyi Artemis proqramı Tier 1, yəni birinci səviyyəli əməkdaşlardan devasa miqyasda həm maliyyə, həm də qabaqcıl texnoloji həllər tələb edir. Yəni ora ancaq böyük büdcələrlə girmək olar. Bəli, sən oraya sadəcə müşahidəçi kimi yox, milyardlarla dollarlıq bir modul və ya mühərriklə gəlməlisən. Lakin Çinin qurduğu ILRS modeli fərqlidir. Onlar məsələn Azərbaycan, Misir, Cənubi Afrika kimi ölkələr üçün daha əlçatan, elmi tədqiqata əsaslanan bir giriş nöqtəsi təqdim edirlər. Yəni iqtisadi baxımdan daha münasibdir. Tamamilə. Layihənin məqsədi ayın cənub qütbündəki su buzu ehtiyatlarını tapmaq, onu hidrogen və oksigenə çevirmək və orada baza qurmaqdır. Azərbaycanın rolu isə burada elmi məlumatların analizi və mütəxəssis hazırlığıdır. Və eyni zamanda Voyager Space kimi şirkətlərlə əməkdaşlıq onu göstərir ki, biz qərb bazarlarına da tam açığıyıq. Biz tərəf tutmuruq, sadəcə imkanlarımızı şaxələndiririk. Çox yaxşı izahdır. Maliyyə və əlçatanlıq bariyerin hər şeyi həll edir. Amma maliyyə demişkən, gəlin bizi dinləyən hər kəsin ağlındakı o ən böyük xəyala, o qürur məsələsinə toxunaq. Kosmonavtika yəqin ki. Bəli, insanlıq uçuşlar, hər kəs orbitdə, fəzanın o dərinliyində, Azərbaycan bayraqlı skafandrda bir vətəndaşımızı görmək istəyir. Mən hesablamalara baxıram, hazırda suveren kosmonavt deyilən bir konsepsiya var. Axiom Space kimi şirkətlərdən bilet almağın qiyməti 55-70 milyon dollar arasındadır. Bəli, Türkiyə və İsrail bunu artıq etdi. Bax, elə onu deyirəm. Bəs biz 70 milyon dollar xərcləyib bir nəfəri 10 günlüyünə kosmosa göndərmək doğrudan mı əsaslıdır? Yəni, bu sadəcə bahalı bir PR kampaniyasıdır, yoxsa arxasında ciddi bir elmi gəlir var? Axı, o pulla yerdə onlarla yeni məktəb tikmək olar. Sizin sualınızdakı o skeptisizm, yəni tamamilə anlaşılandı. 70 milyon böyük puldur. Lakin bir kosmonavtın orbitə göndərilməsi heç vaxt sadəcə turistik səyahət deyil. Birincisi, mikromühitdə, yəni gravitasiyanın olmadığı şəraitdə aparılan elmi tədqiqatlar var. Kosmosda hüceyrələrin necə qocaldığını, dərman molekullarının necə kristallaşdığını öyrənmək yerdə mümkün deyil. Yəni, o məlumatlar gələcəkdə tibbə fayda verir. Bəli, o astronavt geriyə misilsiz bir verilənlər bazası gətirir. İkincisi, bu geosiyasi yumşaq gücdür. Sizin vətəndaşınızın orada beynəlxalq heyətlə işləməsi sərmayədarları sizin yüksək texnologiyalı bir dövlət olduğunuza inandırır. Və ən əsası, yəni sizin dediyiniz o gəncləri həvəsləndirmək məsələsi təsəvvür etmədiyimiz qədər böyük bir zəncirvari reaksiya yaradır. Bəli, o zəncirvari reaksiya çox maraqlıdır. Hazırda bu təhsil ekosistemi necə formalaşır bizdə? Biz 70 milyonun bir nəslə təsirini məktəblərdə necə görə bilərik? Çox sadə. Milli Aviasiya Akademiyasını, Space Akademini kənara qoysaq belə, sırf STEAM Azərbaycan layihəsinin miqyası heyrətamizdir. Biz 407 məktəbdə 300 mindən çox şagirddən danışırıq. Onlar Cansat layihələri üzərində işləyirlər. Cansat, o nədir tam olaraq? Kensat, yəni içki bankası boyunda olan, lakin daxilində tam hüquqlu bir peykin bütün mexanizmlarını daşıyan kiçik peyklərdir. O uşaqlar bu peykləri yığır, proqramlaşdırır və atmosferə buraxırlar. Baxın, bugün o bankanı proqramlaşdıran 14 yaşlı məktəbli, sabah 2030-cu illərdə orbitə gedəcək o mühəndisin, o kosmonavtın elə özüdür. Aydındır, yəni biz o pulu bir nəfərə yox, gələcəyin mühəndislik bazasına yatırmış oluruq. Tam olaraq belədir. Yəni kosmosda xərclədiyimiz hər manatı bir növ yerdə insan kapitalı olaraq geri alırıq. Bu da məni kosmosun yerdəki ən praktiki faydalarına gətirir. Dinləyicilərimiz yəqin ki düşünür, bu peyklər mənim həyatıma necə təsir edir? Əgər o peyklər kosmosda gəzən bahalı kameralardısa, bunun bizə gündəlik nə faydası var? Amma biz bilirik ki, o məlumatlar məsələn Qarabağda minaların təmizlənməsində istifadə olunur. Bəli, çox həyati bir məsələdir. Bu mexanizm necə işləyir? Kosmosdan yerdəki o balaca minanı necə görmək olar axı? Baxın, optik kameralar minanın özünü görə bilməz. Çünki onlar torpağın altındadır. Lakin Azarkosmos peyklərində multispektral kameralar var. Bu sensorlar insan gözünün görə bilmədiyi infraqırmızı işıq dalğalarını qeydə alır. Aha, yəni fərqli tezlikləri. Bəli,
Torpaq qazılıb içinə mina qoyulduqda o hissədəki torpağın sıxlığı, temperaturu ətrafdakı toxunulmamış torpaqdan fərqlənir. Multispektral kameralar məhz bu anomaliyaları aşkarlayır. Bu məlumatlar mina təmizləmə agentliklərinə verilir və onlar dəqiq xəritə ilə işləyirlər. Çox maraqlıdır. Bundan əlavə, məsələn, COP29 kimi iqlim tədbirlərinin arxasında dayanan Eye from Space platforması var. Bugün istifadə etdiyimiz elektrik enerjisinin əhəmiyyətli hissəsini təmin edən Qaradağ Günəş Elektrik Stansiyasının planlaşdırılması da buzlaqların əriməsinin monitoringi də məhz bu peyklərin datası əsasında həyata keçirilir. Yəni, biri dinləyənlər üçün bunu daha da konkretləşdirək. Sizin süfrənizə gələn qidanın keyfiyyəti, kənd təsərrüfatı, istifadə etdiyiniz yaşıl enerjinin planlaşdırılması birbaşa başınızın üzərində yüzlərlə kilometr yüksəklikdəki o peykdən asılıdır. Kosmos bizim gündəlik həyatımızın ən kritik alətinə çevrilib və bugün bu fəaliyyətlərin arxasında 2023-cü ildə qəbul edilmiş kosmik fəaliyyət haqqında qanun dayanır. Bəli, o hüquqi baza bizi qlobal standartlara bağlayır. Biz artıq sadəcə kosmosu kəşf etmirik, kosmosda necə yaşamağı, ondan necə faydalanmağı öyrənirik. Gəlin mənzərəni bütövləşdirək, çünki vaxtımız da daralır. Biz bugün dərin kosmosda Artemis 2 missiyası ilə başladıq. Oradan yerə qayıdaraq Azərbaycanın bu kosmik ekosistemdə necə gəlir gətirən bir siyasət qurduğunu, istehlakçıdan istehsalçıya necə çevrildiyini müzakirə etdik. Bilirsiniz, hazırda Orion gəmisindəki o astronavtlar yerə baxanda heç bir siyasi sərhəd görmürlər. Sadəcə vahid, mavi bir kürə görürlər. İcmal effekti, bəli. Məsələdir, icmal effekti. Azərbaycan da artıq bu mənzərəyə sadəcə tamaşaçı deyil, fəal iştirakçıdır. Lakin sonda mən sizi fərqli, provokativ bir düşüncə ilə baş-başa buraxmaq istəyirəm. Çox maraqlıdır, buyurun. Milyona bilet almaq mümkündür. Bəs bu kosmik supermarket dövrü bəşəriyyəti doğrudanmı birləşdirəcək? Yoxsa biz sadəcə olaraq yerdəki torpaq ideallarımızı, bitməyən konfliktlərimizi aydakı kraterlərə genişləndirəcəyik? Kosmos sülhün ünvanı olacaq, yoxsa zənginlərin yeni cəbhəsi? Növbəti dəfə gecə səmasına baxanda orada yalnız ulduzları deyil, bəşəriyyətin və öz ölkənizin bu suallara necə cavab verəcəyini axtarın. Dinlədiyiniz üçün təşəkkürlər. Həmişə göylərə baxmağı unutmayın. Hələlik. Hələlik. Ümid edirəm faydalı oldu. Uğurlar.